Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında dövlət ittihamını müdafiə edən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəməyə müraciət edərək Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədlərin, o cümlədən hadisə yerinə baxış protokollarının, onlara əlavə olunan fotomaterialların, zərər çəkmiş şəxs və şahid ifadələrinin, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməni əsilli şəxslərin ifadələrinin açıqlanmasını təklif etdi. Vurğulandı ki, SSR Baş Prokurorunun böyük köməkçisi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Nikolayev tərəfindən Azərbaycan əraziləri olan Xocalı, Şuşa və Xankəndidə ermənilərin müxtəlif cinayətlərin törədilməsi faktları ilə bağlı 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması SSR Prokurorluğunun istintaq qrupuna həvalə edilib. Bundan başqa qeyd olunan ərazilərimizdə və Qarabağın digər rayonlarında ermənilər tərəfindən törədilən müxtəlif cinayətlər və digər qanunsuz əməllərə dair SSR-nin müvafiq qurumları tərəfindən cinayət işləri istintaq edilib. Həmin cinayət işindən qeyd edilən ərazilərdə və Azərbaycanın digər rayonlarında baş vermiş kütləvi ixtişaş, talanlar və digər qanunsuz əməllərlə bağlı müxtəlif cinayət işləri ayrılıb. Məhkəmə iclasında ilk olaraq Xankəndi-Şuşa avtomobil yolunun 14-cü kilometrliyində Xəlfəliçay çayının üzərində yerləşən körpünün partladılması faktı üzrə başlanmış cinayət işi üzrə sübutlar tədqiq olundu. Belə ki, 1989-cu il oktyabrın 7-sində Xankəndi-Şuşa avtomobil yolunun 14-cü kilometrliyində Xəlfəliçay çayının üzərində yerləşən körpünün partladılması faktı üzrə 1989-cu il oktyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə SSR Dövlət Təhlükəsizlik Komitəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Sakalov tərəfindən cinayət işi başlanıb. İş üzrə şahid qismində dindirilmiş 22 saylı nəzarət buraxılış məntəqəsində xidmət aparan İqor Savçik ifadəsində göstərib ki, partlayışdan bir müddət sonra əraziyə toplaşan erməni sakinlərin hadisədən sevinclə danışaraq Azərbaycanlıların əlaqəsinin kəsildiyini deyib. O ifadəsində göstərib ki, 1989-cu ildə xidmətdə olarkən Xankəndi şəhərində yaşayan Andrey Zakaryan ona aqressiv şəkildə "Onsuz da bu körpünü partladacaqlar, sizin hamınızı öldürüb bu çaya atacağıq. Postlarınızı siz və əskərlər qarışıq yandırıb məhv edəcəyik" deyib. İş üzrə şahid qismində dindirilmiş Artur Abramyan ifadəsində göstərib ki, 1988-ci ilin sonlarında Xankəndi şəhərində yaşayan erməni sakinlər tərəfindən mitinqlər keçirilərək ərazinin Ermənistan SSR-yə birləşdirilməsinə dair şüarlar səsləndirilib. Mitinqə Arkadiy Manuçarov, Zori Balayan, Henrik Pagasyan, Xankəndi şəhər sovetinin sədri Maksim Babayan və digərləri rəhbərlik edib. Həmin şəxslər erməni sakinlərə Azərbaycan ərazilərinin Ermənistan SSR-nə birləşdirilməsi məqsədi ilə Azərbaycanlıların yaşadıkları evləri tərk edib getmələri üçün onları sıxışdırmaq barədə çağırış ediblər. Azərbaycan ərazilərinin Ermənistan SSR-yə birləşdirildiyi halda daha yaxşı yaşayacaqlarını bildiriblər. O ifadəsində göstərib ki, 1989-cu ilin mayında Xocavənd rayon Komsomol komitəsində təlimatçı işləyən Serj Sarkisyana məxsus evə gedib. Orada erməni şəxslərin silahlanması, birləşməsi və mitinqdə edilən çağırışları bir yerdə yerinə yetirmələrinə dair söhbət ediblər. Növbəti dəfə yenidən Serj Sarkisyana məxsus evə gedərkən sonuncu Yerevan şəhərindən helikopterlə silahlar gətirdiyini deyib. Silahlar Azərbaycanlıları ərazilərimizdən qovmaq və məhv etmək üçün yaradılmış qanunsuz erməni silahlı birləşmələrinə paylanıb. Robert Köçəryan, Maksim Babayan və Henrik Pagasyan qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən bütün şəxslərə bildirib ki, tezliklə Azərbaycan əraziləri SSR-dən ayrılaraq Ermənistan SSR-yə birləşdirilməlidir. Bütün qüvvələr səfərbər edilərək Azərbaycanlıları Qarabağdan çıxarmalıdırlar. Həmin şəxsləri bu məqsədlə Azərbaycanlılara qarşı döyüşməyə çağırıblar. İrəvandan Azərbaycan ərazisi olan Qarabağa silahlar Ermənistanın Milli Ordusunun baş komandanı Vazgen Sarkisyan tərəfindən göndərilib. Qanunsuz erməni silahlı birləşmə üzvləri 1989-cu ilin oktyabrında Şuşa-Xankəndi avtomobil yolundan keçən avtobusu partlatmaq məqsədi ilə Zərinbağ adlanan yerin yaxınlığında yola partlayıcı qurğu quraşdırıb. Avtobus gecikdiyinə görə partlayış nəticəsində yoldan keçən KAMAZ markalı nəqliyyat vasitəsi partlayaraq yararsız vəziyyətə düşüb. Bundan başqa Salatın Əsgərova və sonuncunun yanında olmuş 2 əsgərin öldürülməsi barədə göstərişi Yerevandan alınmış tapşırıq əsasında Murad Petrosyan verib. Həmin şəxs
şəxsləri Şuşa rayonu Qaladərəsi kəndində yaşayan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri öldürüb. O, Samvel Babayandan eşidib ki, Şuşaya raketi Topxana meşəsindən şəhər əhalisini məhv etmək məqsədi ilə atıblar. Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinə maddi yardım İrəvandan edilib. Pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Terpetrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə helikopterlə Azərbaycanın ərazilərinə göndərib. Həmin vəsaiti Qarabağda Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı birləşmələrin üzvlərinə paylayıb. 1992-ci ildə Artur Abramyan təqsirləndirilən şəxs qismində ifadəsində göstərib ki, Şuşa Xankəndi avtomobil yolunun 14-cü kilometrliyində Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması barədə göstərişi Murad Petrosyan verib. İstintaq zamanı Samvel Babayan şübhəli şəxs qismində ifadəsində göstərib ki, o, Akup adlı şəxsin rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşməsinin üzvü olub. Həmin qanunsuz silahlı birləşmələrə ümumi rəhbərliyi isə dırnaqarası general ləqəbli Murad Petrosyan edib. Murad Petrosyan isə Robert Köçəryanın komandasında xidmət göstərib. Hər birləşmənin ən azı 5-30 silahlı üzvü olub. Onun üzvü olduğu silahlı dəstə 1990-cı ilin əvvəllərində Əskəran və Ağdam rayonları arasında yerləşən körpünü, 1991-ci ilin əvvəllərində Şuşa-Ağdam avtomobil yolundan keçən sərnişin avtobusunu, 1991-ci ilin martında Xocavənddə xüsusi təyinatlı polis dəstəsinin olduğu avtomobili partladıb. Üzvü olduğu silahlı qrupların üzvlərinə aylıq 200-300 rubl pul vəsaiti verilib. İstintaq zamanı Samvel Babayan Azərbaycan ərazilərinin Ermənistan SSR-yə birləşdiriləcəyini zənn etdiyinə görə qanunsuz erməni silahlı birləşmələrin tərkibində törətdikləri cinayətlərlə bağlı məhkum edilməyəcəklərinə, əksinə mükafatlandırılacaqlarına inanıb. O, Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə pul və silahın Ermənistan SSR-dən göndərildiyini deyib. 1990-cı il iyulun 11-də erməni silahlı dəstəsi Ağdərə rayonunda avtomobillərə silahlı basqın edərək 100-dən çox azərbaycanlını qətlə yetirib. 1989-cu il noyabrın 3-də Şuşaya enən Ermənistan SSR mülki aviasiyasına məxsus Mi-8 mülki helikopterinin göyərtəsində çoxsaylı hərbi geyim, partlayıcı maddə, odlu silah və hərbi təyinatlı müxtəlif əşyalar və təlimat vərəqələri aşkarlanıb. Həmin vaxt şahid qismində dindirilmiş Yuri Cahangiryan Qarabağ İpək kombinatında işləmiş Robert Köçəryanın Krunk adlanan erməni millətçilərinin təşkilatının fəal üzvlərindən birinə çevrilərək Azərbaycanlılara qarşı milli ədavət və düşmənçiliyin təbliğatını aparmağa başladığını, Azərbaycanlıların Qarabağdan qovulması və Qarabağın Ermənistana birləşdirilməsi üçün mitinqlər, yığıncaqlar təşkil etdiyini, işlədiyi kombinatda azərbaycanlı əməkdaşlara qarşı hədə-qorxu gələrək təhqir etdiyini deyib. İfadəsində göstərib ki, Robert Köçəryan azərbaycanlıların işdən çıxarılmasını həyata keçirib. Azərbaycanlı əməkdaşların işdən çıxarılmasını erməni millətindən olan kombinatın digər vəzifəli şəxslərindən tələb edib. Həmin cinayət işi üzrə ifadələrdə qeyd olunub ki, azərbaycanlıların Xankəndi şəhərindən köçüb getməsi üçün evləri yandırılıb. Xankəndi Pedaqoji İnstitutunda dərs prosesində Azərbaycan millətinin əleyhinə çıxışlar edilib. Erməni tələbələr azərbaycanlıları institutdan kənarda təhqir etməyə təşviq olunub. Öz məqsədlərinə çatmaq üçün partizan müharibəsinə başlayacaqları ilə bağlı azərbaycanlıları hədələyiblər. Bir neçə dəfə azərbaycanlı tələbələrin üzərinə hücum ediblər. Məcburiyyət qarşısında qalan azərbaycanlı tələbə və müəllim heyəti əvvəl institutu, sonra isə Xankəndini tərk etməli olub.